Gəlirik bu saat. Ala mən gelmirəm. Gedək bir pivədə yatda içək. Ala! Ala sen bizim şairə bax ala! Sen bir şoba. Uşaqlar yaman körlanırlar. Nə qorxdun var, nə utandım. Gərək bir də danışaq onunla. Amma nə candılar. Uşaq tək yağışa sevinər, üstünə gölgələr sürünər, dənizdən, qəflətdən görünər, açılar ömürə qapı tək, dünyada bizim bu şəhər. Bəlkə sən də gedəsən, ha? Çək maşını dinə. Yaxşı. Salam verəşim. Salam. Salam verəşim. Yallah. Bu $5 bir yerdə görəndə sən öl yer ayrılır görürəm şuna. Ağa balasız biz neyinə bilərik? Ala mənə bax, o bizdən böyük olsa biz özümüz gerək bu işin axırına çıxaydık. Ala bunu belə qoymaq olar. Təfavütü nədir? El ağabala da bizimkidir də. Madam ki özü gəlib öz işindən camını çəkər. Məndə nə dərs var? Gedər qadınla danış. Yaxın gəlmə deyirəm sənə, balalarımı yetim qoyma. Yaxın gəlmə deyirəm. Hara qaçırsan? Mənə qərim olsun, əgər məni o qəzetləri alıb çürməsən. Kişilə nə qədər qəzet oxumaq olar? Ay başını uzadın. Ay cəmat, belə olmaz axı, ay qardaş. Ay balam, arvad bir də görüm qan çox ağıb. Sən də bir macal ver görək də. Ay arvad da çəkilə görək. Keçin. Manatın yoxdur. Bu saat. Ay səni çox sağ ol. Bircə pensiya çıxsaydım, heç dərdim olmazdı. مرج البحرين يلتقيان بينهما برزخ لا يبغيان فبأي آلاء ربكما تكذبان يخرج منهما اللؤلؤ والمرجان وله الجوار منشآت في البحر كالأعلام. Gəlirəm. Mən də oxumuşam, ancaq nə demək istədiklərini bilmirəm. Başqa bir şey yoxdur, aydın məsələdir. Mustafa! 12 mən haqqı! Nə eti təkim üstümə özümü yandırmasam ha! Atamın qızı deyirəm! Şu dur gəl evə də! Dur gəl də! Küçədə baş verən o əhvalata necə baxırsınız?
yerə qoyma. Atamın oğlu deyiləm, burnundan tökməsən bunları. Yaxşısı budur, qulaq as mənə. Daha lab zəhləmi tökmüşsə, səni rədd eləmək üçün. Bax, kifayət qədər materialımız da var. Onların əhvalatına görə də 11 sutqon var, lap arxayın ola bilərsən. Onu ver yana soxma yine. Baz yolundur. Rədd ol, elə bura qalmışsın, muradın dəli qana batsın. Olmaz! Bıraxın! Manatın yoxdur. Bu saat. Ay səni çox sağ ol. Bircə pensiya çıxsaydım, heç dərdim olmazdı. Gördün yazığın axırı necə oldu? Allah ona rəhmət eləsin. Vaxtında məsləhətimizə qulaq asmadı. Burada hamımız bığ saxlayırıq, hamımız da baş yesənik. Yaşarcılığınız yoxdur, yoxsa da meyvə ilə keçinəcəksiniz. Meyvə də olar. Bax, sən deyirsən ki, onların hamısı baş yesəndilər. Yox, düzdür. Onlar çox yaxşı, bacarılı olandılar. Rəhmətkeşdilər. Vallahi gözəl insandılar. Əməksevər, işlək, əxlaqlı. Əgər sən namuslu adamdan yazmaq istəyirsənsə, gərək hökm onlardan yazın. Barajdır! Hə, bax, bu uşağın axırı nə olacaq? Onlar kimi bandit olacaq. Yaxşı, gedək, belə söhbətlərin yeridir. Vur beni, yort, öldür beni. Ne durmuşsan, kimi gözləyirsən? Yort, 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 yort deyirəm. Yoldaş Xəlluf mənə dedi ki, səni onun yanına aparım. Bəlkə özün gedəsən.